21-ci bölmənin ardını çəkirəm uşaqlar. Burada 3 tapşırığı da edək. Deməli, burada teksti oxuyacaq kiçik-kiçik mətnləri ya bizdən onun mənasını, həmin mətnlərdəki informasiyanı başqa sözlərlə ifadə eləməyimizi istəyəcək, ya da ki, burada söhbətin ümumilikdə nədən bəhs etdiyini bilməyimizi istəyəcək. Introducing our new bowling classes suitable for all levels from beginners to advanced. Required clothes like sneakers are provided in the studio. Deməli, nə deyir? Bowling dərsləri haqqında məlumat verir. Bütün levellər üçün uyğundur. Beginnerdən advanced-a qədər. Sneakerlərdə, ketalarda özləri verəcəklər studiyada. Participants need to bring. No, they don't need to bring their own shoes. Çünki studiyada verəcəklər. The classes are only for advanced. No, it's for all levels. Sadəcə advanced üçün deyil, bütün levellər üçün var. The studio supplies the student with needed clothes. Bəli, studio şagirdləri lazım olan geyimlərlə təmin edəcək. Beginners are forbidden. No, they can come. Beginner üçün dediyimdə qadağa yoxdur, onlar da qoşula bilirlər. Sneakers are not available. Yox, are available in the studio. 7. Hi Tom, it's Alex. I wanted you to know that we are organizing a game next Monday. I've also invited a few friends from our college chess club. You will recognize some of them. Deməli, Alex Tomu növbəti bazar ertəsi gecəsi oyun gecəsinə dəvət edib. Bunlar onların kollecdən şahmat klubundan olan dostları da olacaq orada. Tom onlardan bəzilərini tanıyacaq. Deməli, bir yerdə qoşulublar. Tom never went to any chess clubs. Yox. Deyir ki, Tom heç vaxt şahmat klubuna getməyib. Amma burada deyir ki, bizim kollecdəki chess klubdan dostlarımız olacaq. Deməli, gedib ki, oradan dostu var. Tom is familiar with some of the invited guests. Bəli, Tom dəvət olunan qonaqlardan bəziləri ilə tanışdır. You will recognize some of them. Tom suggested organizing a game night. Tom heç nə təklif eləmir. Tomu dəvət edirlər. All of Alex's friends are chess players. Yox, belə bir informasiya verməyibdi ki, Alex'in bütün dostları şahmat oyunculardır. The game night will be held on weekend. On weekend not, but on next Monday. Həftə sonu yox, bazar ertəsi olacaqdı. Hey Malik, I wanted to remind you about our hiking trip this Saturday. Let's aim to meet by 9 a.m. I will welcome you near the train. Best regards, Ali. Deməli, Malik ilə Ali hikingə gedəcəklər. Şənbə günü təklif edir ki, qatarın yanında səhər 9-a qədər görüşsünlər. They consider to cancel the hiking. Yox, ləğv etmək barədə heç kim demədi. Səhvdir. Sometimes Malik and Ali go for a walk together. Bu barədə bir məlumat yoxdur. Biz bilmirik ki, onlar bəzən gəzməyə gedirmi, getmirmi? Ali is certain that Malik will be on time for the hike. Əli Malikin vaxtında gələcəyi ilə bağlı əminlik ifadə etmir. Burada elə bir məlumat verməyibdi bizə. Ali suggests meeting after hiking, not after but before hiking. Əli hikingdən əvvəl görüşməyə təklif edir. Ali is not sure about going hiking with Malik. Bir dəqiqə uşaqlar, mən niyə qarışdırdım? I will welcome you near the train. Deyir, saat 9-a qədər görüşək, mən səni qatarın yanında gözləyəcəm. Bu deməkdir ki, o artıq əmindir ki, vaxtında gələcək. Ona görə C variantı uyğundur. Ali suggests meeting after, not before hiking olmalıydı. Ali is not sure about going hiking with Malik. Deyir ki, Ali Maliklə hikingə getmək barədə əmin deyil. Xeyr, əmindir ki, onunla görüşün vaxtını dəqiqləşdiribdir. Bu qədər.